Baxaq 51-ci suala. A, B, Y nöqtəsi, C nöqtəsi, D nöqtəsi. Deməli, bucaq B ilə bucaq C 90 dərəcədir. CD 2AB-yə bərabərdir. AB x sonda CD 2x olacaq. BC tərəfi 9-dur bizdə. AD də 15-dir. AD-ni də verib 15. CD parçasının uzunluğunu istəyir. Deməli, AB parçasını paralel köçürdürəm aşağıya. Burada x olur. Və BC parçasını da köçürdürəm sol tərəf. Bu da A1. BC bizə 9-sa, onda A1-də 9 olur. AB x də AC-də x olur. Burada yarandı A, A1, D. Düzbucaqlı üçbucağı. Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına, yəni 15-in kvadratına. Buradan da 81 üstəgəl 9x kvadratı bərabərdir 225-ə. 9x kvadrat olacaq 144. X kvadratı da 36. X-imiz də 36 yox, 16. X kvadrat olacaq 16. X-imiz də olur 4. Bizdən də CD tərəfini istəyir. 2 vur 4 bərabərdir 8. Y bəndə. Baxıram 53-cü suala. 53-cü sualda da A, B, C, M, N. Bu da Y nöqtəsi. ABC üçbucağına deyir A bucağı 30 dərəcədir. A bucağı 30 dərəcədir. MNY uyğun olaraq AC, CB və AB tərəflərin orta nöqtələridir. Orta nöqtələr, əgər üçbucağın özü düzbucaqlıdırsa, orta nöqtələrdə düzbucaqlı üçbucaq yaradır. Əgər üçbucaq çorbucaqlıdırsa, çorbucaqlı yaradır. Burada baxırıq. Bu orta nöqtə, orta xəttdə onda bu tərəfə paralel olur. Onda burada 30 dərəcə olur. 30 dərəcə. Sonra MY paralelsə BC-yə, onda bunun yarısıdırsa, məsələn, bura A-dırsa, bura A, A. Və NY də AC-yə paraleldirsə, bura B-dirsə, bura B və burada B olur. Yəni, AC 2B-dirsə, NY də olacaq B. Baxaq burada. Bizə deyir ki, MN. MN də hipotenuzun yarısıdır. MN üstəgəl BC-miz bərabərdə 12. Burada da 30-un qarşısındakı bu, yəni 2A hipotenuzun yarısı. Onda bizim hipotenuzumuz da 4A'dır. Onda bura 2A, burada 2A olur. 2A, 2A. Baxaq indi buradan. MN'imiz də hipotenuzun yarısı orta xəttdə olduğundan burada 2A olur. Hipotenuz 4-dürsə, MN də olacaq onun yarısı 2A. MN yəni 2A üstə gəlinsin BC. BC də yenə 2A bərabərdir 12-yə, 4A bərabərdir 12-yə, A da bərabərdir 3-ə. A isə AC-ni tapın. Deməli, üçbucağımız oldu 30, 90, 60. 30-un qarşısındakı 2A 6. Hipotenuzumuz 4A. 3 dəfə 4, 12. 30-un qarşısındakı 6-dırsa, 60-ın qarşısındakı bunun kök 3 misli. Yəni olacaq 6 kök 3. 56-cı suala baxaq. 56-da deyir ki, A-ın parçası ABC üçbucağın A bucağından tənbölənlidir. Tənböləndi. Bucaq A 60-dır. Onda 30 yazıq. 30. Burada 30. BN perpendikulyarda AC-yə. BN də perpendikulyarda AC-yə. AN bərabərdir NC-yə. AN də bərabərdir NC-yə. BC tərəfinin uzunluğunu tapın. Bizdən BC-ni istəyir. Biz burada baxsaq, BN həm hündürlükdür, həm də mediandır. Çünki qarşı tərəfi yarıya bölüb. Onda bu bərabər yanlış bucaq olur. Bərabər yanlış bucaqsa AB bərabər olur BC-yə. BN həm median oldu, həm tənbölən. BN də tənböləndi, AM də tənböləndi. Bu da tənbölənən kəsişmə nöqtəsi kimi baxaq. Bura 60 dərəcə. Bizə şərtdə də verib ki, DN-imiz bizim 5 kök 3 böl 3-dür. Yəni 30-un qarşısındakı katet 5 kök 3 bölüşsə, onda AD hipotenuzumuz bizim. AD hipotenuzumuz da bu katetin kök 3 mislidir. Daha doğrusu DN 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Onda AD'miz də olacaq 10 kök 3 böl 3.
Yəni D-nin 2 misli. Və AN də bərabər olacaq D-nin kök 3 misli, yəni D-nin kök 3-ə. Bu da bərabərdir 5 kök 3 böl 3 vurulsun kök 3. Bu da eləyəcək 5. AN-in 5 olduğunu aldıq. AN 5 isə bizdə NC də 5-dir. Və bu bucaq A bucağı 60 idi. Onda B bucağına 30 qalır. Yəni A B N. Düz bucaqlı üç bucaqdır. 30-un qarşısındakı bu tərəf 5 isə, onda 90-ın qarşısındakı olacaq 10. 2 misli. Bərabər yanlı olduğundan bu tərəfdə 10 olur. Bizdən də BC tərəfini istəyirdi. O da olacaq 10 A bəndi.